Sizin üçün uğur nə deməkdir və özünüzü uğurlu hesab edirsinizmi? Bəzi adam üçün uğur öz eqosuna qalib gəlməkdir. Adekvat baxa bilmək məsələlərə, özünün səhvlərini görə bilmək. Bəzi adamlar üçün təkliyə qalib gəlmək, tək şəkildə özünə güvənmək. Mənim üçün uğur mübarizə aparmaqda oldu. Hər adamın həyat hekayəsi fərqlidir. Çünki mənim кейsimdə mümkün deyildi ki, bu iş alınsın. Elə görsənirdi. Yəni belə ehtimallar nəzəriyyəsi, riyaziyyat, hər şey tökün ortalığa. Nəyin var, heç nə, nə istəyirsən hər şey. Ona görə mübarizə aparmaq, inanmadığın halda belə qəribə bir dəli bir inancın olmağı içində. Çox vaxt həqiqətən dəli kimi görsənirdi də. Yəni dediyiniz şey hara, inandığınız şey hara, yaşadığınız reallıq hara. Səhv eləmirəmsə 5 il dividend götürməmişəm ümumiyyətlə şirkətdən. Əmək haqqı almışam. Mənim əməkdaşlarımdan elələri var idi ki, məndən 2 dəfə çox əmək haqqı alırdı. Mən özümə 1000 alırdım həmişə, 2000 alanlar, 3000 alan var idi. Mənim heç nəyim yox idi. Mənim əməkdaşlarımın hər şeyi var idi. C-level'da işləyən podruqalarım və s. 5 il mən onu görürdüm, bilirdim ki, bunu əl çəkəcəm. Yəni özümü reallıqlara adaptasiya eləmişdim ki, 5 il pis gündə yaşayacaqsan. Çünki hələ bilinmir sonradan da hansı rəqiblər yarana bilər və düzdür. Mən ilk 5 il əgər ya investor tapmalısan, çox yaxşı bacarığın olmalıdır. Mən bilirdim ki, mən yola getməyəcəm, heç bir şərik və s. Təmiz çünki çox fərqli düşünüb, fərqli nələr edirdim. Əgər investor yoxdursa, bu pul bu şirkətə lazımdır. Bu pul sənə olmaz. BD ayrı bir insan kimi yanaşmışam həmişə. Şirkət ayrı bir insandır. İlk o deyir ki, uşağın ilk 40 günlüyündə yatmır gecə. Yəni sən onun o ağrısına, sancısına bilib, öyrənib, özünü ona hazırlayıb, hə dedinsə də geri dönüş yoxdur. Amma mən bura başlayanda bilmirdim bu qədər çətin olacaq. 5 ildən sonra bugünkü vəziyyət isə kifayət qədər yaxşıdır. Çünki qurulu bir sistem var. Həm texnik tərəfdən ERP sistemlər və Excel-lərdən çıxırsınız, nə bilim nə. Onların hamısını yolda öyrənirsiniz. Bəlkə izləyənlər arasında başqa adamlar varsa ki, bu təcrübələri zaten var, işlərin necə getdiyini bilir. O yaşdan sonra açmaq daha bəlkə də məntiqlidir. Bir tərəfdən məntiqlidir, bir tərəfdən yox. Məntiqlidir o cəhətdən ki, işi biləcəklər. Məntiqsiz olar o tərəfdən ki, bir alışılmışlıq, öyrəşilmişlik var, həyatın bir düzənə girməyi, bəlkə ailəsi, uşağı var və o vaxtı təzədən bir pul sınağına 5 il girə bilməz. Biraz da elə bir şeylər var. Yəni yolda öyrəndi. Bu gün hər cür sistem artıq yerindədir deyə bu gün burada çıxış eləyirəm.